Faiz ədədin %1 hissəsi adlanır. Yəni faizin işarəsi də əslində 100-ü simvolizə edir. 1 aşağısında, yuxarısında kiçik sıfırlar. Belə bir yüzlük kvadrat götürək və burada rənglənmiş hissələrin faizini tapaq. Məsələn, sarı hissədən başlayaq. Sarı hissəni sayanda məlum olur ki, burada 16 xana var. Deməli, bunu yazacağıq biz kəsrlə %16 və yaxud da onluq kəsrlə 0,10-da %16 və yaxud da faiz işarəsi ilə 16%. Qırmızı hissəni sayaq. Qırmızı hissə 28 xanadır. Yəni %28, onluq kəsrlə 0,28, faiz işarəsi ilə 28%. Bu yazılışlarının üçü də eyni ədədi ifadə edir. Yəni faizi kəsr ədədilə də, onluq kəsrlə də və yaxud da faizin öz işarəsi ilə də yazmaq olar. Yaşıl hissəni sayaq. 32 xanadır. Yəni %32, 0,32 və ya 32% və mavi hissəni sayaq. Burada 24 xana var. %24, onluq kəsrlə 0,24 və ya faiz ilə 24%. Bütün bunlar nə deməkdir? Bütün bunlar o deməkdir ki, biz ədədin faizini tapmaq üçün onu 100, mütləq şəkildə 100 hissəyə bölməliyik və ondan tələb olunan hissəni ayırmalıyıq. Yəni, qayda kimi desək, A ədədin K faizini tapmaq üçün biz onu 100-ə bölüb K-ya vurmalıyıq. Bəzən bu qaydanı kitablarda belə də deyirlər. Ədədin faizini tapmaq üçün onu faiz göstərən ədədə vurub 100-ə bölmək lazım. Bir dənə də nümunə misala baxaq. Deməli, 75 ədədin 12%-ni tapmaq tələb olunur. Deməli, qaydaya görə, düstura görə 75-i 12-yə vurub 100-ə bölürük. Nəticədə 9 almış oluruq.